müxtəlif xalqlardan, mədəniyyətlərdən, adətlərdən, dillərdən və dinlərdən ibarətdir. İlk baxışdan bu müxtəliflik çətinlik kimi görünə bilər, amma əslində böyük zənginlikdir. Çünki xalqların bir-biri ilə qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlığı yalnız sülhə, barışa və inkişafa səbəb ola bilər. Bu zənginliyi qorumaq və gələcək nəsillərə ötürmək isə hər birimizin, xüsusilə isə gənclərin üzərinə düşən mühüm vəzifədir. Sülh ədalətin, tolerantlığın, hörmətin və qarşılıqlı anlaşmanın mövcud olmasıdır. Çox mədəniyyətli mühitdə bu dəyərlərin yaşadılması gənclərin fəal iştirakı ilə mümkündür. Gənclər hər zaman cəmiyyətin ən dinamik və yenilikçi təbəqəsi hesab olunur. Onlar sosial həyatda, beynəlxalq əməkdaşlıqda, ictimai təşəbbüslərdə fəallığı ilə seçilirlər. Gənclər arasında qurulan dostluq münasibətləri sonradan xalqlar arasındakı körpülərə çevrilir. Sülh quruculuğunun elçisi olmaq sadəcə şüar deyil. Bu, gündəlik həyat tərzimizdə özünü göstərməlidir. Əgər biz fərqli düşüncəyə, dinə və ya mədəniyyətə sahib insanlara hörmətlə yanaşırıqsa, deməli artıq sülhü təbliğ edirik. Əgər biz mübahisəni qarşılıqlı anlayışla həll ediriksə, bu da sülhün çox dəyərli bir nümunəsidir. I'm coming to Azerbaijan from Morocco. Mən Mərakeşdən Azərbaycana gəlmişəm. Burada olmaq mənim üçün həqiqətən böyük zövqdür. Çünki multikulturalizm mənim üçün insanın hansı dinə, millətə, demoqrafik qrupa və ya hansı keçmişə aid olmasına baxmadan sadəcə bu dünyaya nə qatdığı deməkdir. Mən inanıram ki, Azərbaycan bunun gözəl bir nümunəsidir. İstər Bakıda, istər Qarabağda hər kəs birlikdədir. İnsanlar öz aralarında fərqlərə əhəmiyyət vermirlər. Onlar sadəcə qonaqpərvərlik, sevgi və dəstək görmək üçün buradadılar. Bu doğrudan da insanı çox ruhlandırır və mən bu duyğunu Mərakeşə də aparmaq istəyirəm. Bu həm də ona görə çox təsirlidir ki, Azərbaycanda bütün dinlərin nümayəndələri birlikdə mehriban şəkildə yaşayırlar, fəaliyyət göstərirlər. Bir çox ölkələr də bunu Azərbaycandan öyrənə bilər. Yəni kiminsə fərqli inancı və ya həyata fərqli baxışı olduğuna görə ona başqa cür yanaşılmamalıdır. Mən inanıram ki, bu gənc nəsil üçün çox vacibdir. Bir-birimizdən öyrənə bilmək, birlikdə yaşaya bilmək, əməkdaşlıq etmək və ideyalarımızı bölüşmək. Çünki cəmiyyət ancaq bu yolla irəliləyir. Biz bir-birimizi dinlədikdə ortaq məxrəc tapa bilirik. Beynəlxalq təşkilatların hesabatlarına görə müasir münaqişələrin çoxu anlaşılmazlıqdan və dözümsüzlükdən qaynaqlanır. Gənclər isə bu prosesin qarşısının alınmasında həm maarifləndirmə işi, həm könüllülük fəaliyyəti, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynaya bilər. Çünki gənclər yalnız sabahın vətəndaşları deyil, həm də bugünün sülh elçiləridir. Gənclərin enerjisi, təhsili, texnologiyadan istifadə bacarığı və yenilikçi yanaşması sülhün möhkəmlənməsi üçün ən güclü vasitədir. Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi mövzusuna həsr edilən İkinci Beynəlxalq Multikulturalizm Gənclər Forumunun məqsədi də müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə vermək idi. Əvvəlcə Azərbaycana xoş gəlmisiniz. Bir neçə günlük ölkəmizdəsiniz və gənclərin sülh quruculuğunda rolu mövzusunda olan beynəlxalq forumda iştirak edirsiniz. Həm forum haqqında, həm burada tanış olduğunuz xarici ölkələrlə əməkdaşlıq və həmin ölkələri təmsil edən gənclərlə münasibətləriniz, nəhayət sülh quruculuğunda gənclərin rolu barədə fikirlərinizi öyrənmək istəyirik. Oh, thank you. My name is Judith Nedomwaremson from Nigeria. Hər vaxtınız xeyir, mənim adım Judith Rensondur. Bu tədbirə Nigeriyadan qoşuluram. Bu mənim Bakıya, Azərbaycana ilk səfərimdir. Səfər zamanı Azərbaycanın necə gözəl bir ölkə olduğunu gördüm. Etiraf edim ki, mənim milli mətbəxlərə xüsusi marağım var. Azərbaycan yeməkləri də mənə böyük zövq verdi. Bu günlər ərzində bütün Azərbaycan yeməklərinin şirniyyatlarının dadına baxmağa çalışdım. Forum çərçivəsində axşamlar təşkil olunan mədəniyyət gecələrində Azərbaycanla yanaşı digər ölkələrin də kulinariyası, eləcə də mədəniyyəti ilə yaxından tanış ola bildim. Bu forum bizim hər birimiz, bütün iştirakçılar üçün yeni yollar açdı. Bu isə gələcəkdə sülhün təminatı üçün bizə çox vacibdir. Burada müxtəlif ölkələrdən olan biz gənclər bir-birimizlə yaxından tanış olub əlaqələr qurduq. Bilgilərimizi bölüşdük. Bu tədbir bizi həm də 30 il ərzində Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etdi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İSESKO ilə birgə təşkil etdiyi forum Bakı, Xankəndi və Şuşa şəhərlərində keçirildi.
Ləoman, ikinci beynəlxalq multikulturalizm gənclər forumu hansı məqamlarla yadda qaldı və birinci forumdan nələrlə fərqləndi? Bilirsiniz ki, birinci forum 2019-cu ildə təşkil olunmuşdu və bir müddət COVID-19 pandemiyasına bağlı olaraq ikinci forum artıq 2025-ci ildə keçiriləsi olduq və İSESCO və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə ümumiyyətlə forumun keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, bizim istəyimiz gəncləri bu prosesə daxil etməkdən ibarətdir. Bir çox hallarda keçirilən tədbirlərdə gənclər daha çox dinləyici rolunda çıxış edirlər və mühazirəçilər ya seminarlar təşkil olunur, ya təqdimatlar olur. Bunlar çox vacib məsələlərdir, amma eyni zamanda forum imkan verir ki, gənclər özləri də prosesə qoşulsunlar, müzakirələr aparsınlar və təbii ki, gənclər onların yanaşmaları, onların qarşılaşdıqları problemlər, onları narahat edən məsələlər bu forumda üzə çıxan əsas məsələlərdən biri idi. Neqativ təzahürlərlə mübarizədə gənclərin rolu necə ola bilər, mərkəzin fəaliyyətinə daha sıx necə cəlb edə bilərik. Eyni zamanda təbii ki, fürsətdən istifadə edərək Azərbaycanın tolerantlıq, multikulturalizm modeli, Azərbaycanın timsalında digər ölkələrdən müqayisə olunan cəmiyyət modelləri, yaranan problemlər, gələcəkdə gözlənilən perspektivlər və s. müzakirə olunur. Forumda müzakirələrdən əlavə əsas qoyulan hədəf ondan ibarətdir ki, burada qatılan iştirakçılar sülh səfirlərinə çevrilirlər. Yəni, yalnızca bir dəfəlik olaraq forumda iştirak elədilər və daha sonra onlar unuduldu. Belə bir format bizim fəaliyyətimizdə yoxdur. Təbii ki, biz onlarla gələcək fəaliyyəti qurmaq, onları mərkəzin müxtəlif layihələrinə cəlb etmək, müxtəlif tədbirlərə cəlb etmək, Azərbaycanın dostuna çevirmək və mərkəzin dostuna çevirmək qarşıda olan əsas məqsəddir. Digər tərəfdən gənclərlə bilirsiniz, işləyən bir çox qurumlar var. Ümumiyyətlə, gənclərlə işin təşkili bu günləri prioritet bütün dövlətlərdə beynəlxalq təşkilatlar üçün prioritet məsələdir və bu imkan verir ki, həm təhsil istiqamətində yay və qış məktəbləri, həm forumlarla beynəlxalq təşkilatların öz güclərini birləşdirməsi, birgə ortaq proqramların işlənməsi, dünya gəncləri üçün onların etnik və dini mənsubiyyətindən asılı olmayaraq realistik proqramların işlənib hazırlanması çox önəmlidir. Mən hesab edirəm ki, forum kifayət qədər məhsuldar idi. Həm beynəlxalq təşkilatların, həm də gənclərin özlərinin bizə tədbirdən sonra öz fikirlərini bölüşmələri, öz ideyalarını bölüşmələri və onların ünvanladığı məktublar onu göstərir ki, tədbir öz məqsədinə qismən də olsa çata bilibdir. Yəqin ki, bu layihənin davamı ikinci, üçüncü forumlarda nəzərdə tutulub. Hansı yeniliklər, dəyişikliklər gözlənilir? Hesab edirəm ki, bu format uğurlu formatdır və bu formatın dayanıqlı və davamlı olması kifayət qədər aktualdır və bizim gündəlimizdə olan məsələdir. Layihələr artıq dizayn olunan zaman, tərtib olunan zaman prosesə qoşulmaları çox önəmlidir. Çünki onların fikirləri əsasında proqramların işlənib hazırlanması önəmlidir. Bəzən olur ki, öncədən müəyyən bir çərçivə cızılır və o çərçivə nəticəsində hərəkət etməli olursan. Bu halda onların çox imkanları olmur, daha çox çəkingən olurlar, öz fikirlərini bölüşmürlər. Amma bu uğurlu bir format idi və hesab edirəm ki, növbəti illərdə bir çox başqa beynəlxalq təşkilatları da prosesə cəlb etməklə daha çox geniş coğrafiya, daha çox iştirakçı və daha yeni formatlar və əlavələrlə, dediyim kimi, yeni mövzularla, çox aktual bir mövzularla gənclərlə iş mütləq davam etdiriləcəkdir. İkinci beynəlxalq multikulturalizm gənclər forumunda dünyanın 50-dən çox ölkəsindən 70-dən artıq qonaq iştirak edirdi. Forum çərçivəsində panel müzakirələr, interaktiv sessiyalar, eləcə də müxtəlif təlim proqramları keçirildi. Beynəlxalq Multikulturalizm Gənclər Forumu müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. Müasir dövrdə gənclər müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasında mühüm rol oynayırlar. Bütövlükdə dünyada həm sülh quruculuğu, eyni zamanda mədəniyyətlər arası körpünün qurulmasında gənclərin rolunu necə qiymətləndirirsiniz? Thank you, Bilara. I'm very delighted to be here today. Hər kəsə salam, mənim adım Afifa Kallo. İsveçin Stokholm şəhərində yerləşən Şimali Münaqişələrin Dəyişdirilməsi Mərkəzini təmsil edirəm. Bu
Bu forumda iştirak mənim üçün böyük zövq və uğurdur. Azərbaycana gəlməzdən əvvəl ölkənin mədəniyyət baxımından necə zəngin olduğu barədə eşitmişdim və bu müddətdə də şahid oldum. Azərbaycanın təbiətini və mətbəxini çox sevdim. Əsasən heyva şirəsi çox xoşuma gəldi. Milli geyimlər və yeməklərlə tanış oldum. Maraqlıdır ki, burada bamya adlı şirniyyatın dadına baxdım və çox təəccübləndim. Çünki ona oxşar bir şirniyyat bizim ölkədə də var. Bu bizim əslində nə qədər yaxın olduğumuzu göstərir. Bundan əlavə, burada bir çox ölkələrdən iştirakçılar ilə tanış oldum. Bu isə bizim üçün böyük bir təcrübədir. Çünki forumdan sonra biz öz ölkələrimizə qayıdacağıq və burada öyrəndiyimiz, qazandığımız təcrübələri digərləri ilə bölüşəcəyik. Biz ümid edirik ki, bu konfrans gələcək üçün böyük bir sülh yolu yaradacaq. For our community and our world. Forumun əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Rizal müəllim, ikinci beynəlxalq multikulturalizm gənclər forumu çərçivəsində fərqli mədəniyyətlərin, fərqli xalqların nümayəndələri olan gənclərlə görüşdünüz və onlara sülh quruculuğu, Azərbaycanın sülh siyasəti haqqında maraqlı bir mühazirə təqdim etdiniz. Həm gənclərin özlərinin təəssüratları, bu haqda bilgiləri, eyni zamanda sizin onlara verdiyiniz məlumatlar fonunda bütövlükdə forumu necə dəyərləndirmək olar və sizin həmin gənclərdən aldığınız təəssüratları necə ifadə edərdiniz? İkinci beynəlxalq multikulturalizm gənclər forumu region üçün əhəmiyyətli hadisələrin baş verdiyi bir dövrdə təşkil olunub və bu forumun iştirakçıları geniş bir coğrafiyanın təmsilçiləridir. Regionda yaranmış yeni siyasi reallıqla, əməkdaşlıq imkanlarıyla, quruculuq məsələlərlə onların həm nəzəri, həm də empirik tanış olmaq imkanları var. Yəni, mənim təqdim etdiyim mühazirədə Azərbaycanın sülh diplomatiyası, Azərbaycan prezidentinin sülh gündəliyi, bu yaxınlarda Vaşinqtonda baş tutmuş sülh samiti, orada razılaşdırılmış sənədlər, onları bir geniş çərçivədə şərh elədik, fikir mübadiləsi apardıq. Eyni zamanda işğaldan azad olmuş ərazilərimizə həyata keçirilən geniş quruculuq bərpa işləri, insanların ora geri dönüşünə bağlı həyata keçirilən proqramlar və bundan sonra onların burada yaşayışı və sülh perspektivlərinə bağlı maraqlı fikir mübadiləsi oldu. Və bu baxımdan deyək ki, Afrikanın müxtəlif regionlarından olan və yaxud da ki, digər ölkələrdən təşrif buyurmuş gənclərin təəssüratını dinləmək çox xoş oldu. Məsələn, Uqandadan, Sudandan, Nigeriyadan olan iştirakçıların verdiyi sual, onların sonra bölüşdükləri təcrübə və münaqişələr arasında aparmaq istədikləri müqayisələr həqiqətən də düşündürücüdür. Misal üçün, iştirakçılardan biri 2-ci Qarabağ müharibəsi və ümumiyyətlə torpaqlarımızın işğalı altında olan dövrdə insanların yaşadığı travmatik vəziyyəti, faciəvi o vəziyyəti, çətinlikləri öz regionunda olanla bir müqayisəli təhlil edib bir iş hazırlamaq istəyir. Və yaxud da ki, İndoneziyadan olan gənc bildirdi ki, Xocalı faciəsini onlar hər il insanlığa qarşı cinayət kimi dəyərləndirərək müharibə cinayəti və genosid kimi yad eləyirlər. Misal üçün, və onun verdiyi təklif və digərləri üçün bu fikrin məhz başqa ölkənin nümayəndəsinin dilindən səsləndirilməsi həqiqətən təqdirə layiqdir. Yəni, təşkilatçılar həm İSESCO, həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mövzunu və məkanı çox peşəkarlıqla seçiblər. İştirakçılar yerində, deməli, deyək ki, erməni vandalizmi, dağıntılarla tanış olmaq imkanı var. Misal üçün, mən mühazirəmdə bildirdim ki, Ağdam Qafqazın Hiroşiması adlanır. Bunu nəzəri cəhətdə mən deyəndə artıq onlar dünən Ağdamdan keçərək bura gəliblər və onların artıq gözünün qarşısında canlı olaraq keçir və bu məsələlərin perspektivi də var. Yəni, bu gələcəyə atılmış bir addımdır ki, Azərbaycanla bağlı, Azərbaycan prezidentinin sülh gündəliyi ilə bağlı həqiqətlərin çatdırılması, Azərbaycanın regionun gələcəyinə, gələcək əməkdaşlığa yönəlik siyasətin təqdimatı baxımından burada olan iştirakçıların da əməyi ola bilər. Yəni, məqsəd ondan ibarətdir ki, bunlar gələcək o dostluq körpüsünün yaradıcıları olsunlar. Çünki bu insanların bəziləri də öz ölkəsində konfliktlərlə, işğalla, digər acı təcrübələrlə üzləşib. Yəni, biz regionda və yaxud da dünyada yeganə ölkə deyilik ki, bu çətinliklərlə üzləşmişik. Amma biz doğrudan da son 80 ildə yeganə dövlətik ki, ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İtirilmiş ərazilərimizi bərpa etdik.
Forum çərçivəsində müxtəlif ölkələrin, mədəniyyətlərin təmsilçisi olan gənclər Xankəndi və Şuşa şəhərlərində aparılan abadlıq, quruculuq işləri ilə də tanış oldular. Tarixi abidələri ziyarət etdilər. I really thank to Azerbaijan government. Mən öncə Azərbaycan hökumətinə və təşkilatçılara öz təşəkkürümü bildirmək istəyirəm. Mənim üçün bu fürsəti yaratdıqları üçün onlara minnətdaram. 50-dən çox ölkə və 70-ə yaxın iştirakçı ilə foruma qatılmaq olduqca maraqlı bir təşəbbüsdür. Bu forumda həm mənim, həm də digər gənc liderlərin iştirakı çox önəmlidir. Biz təbii ki, öz ölkələrimizə qayıdarkən burada əldə etdiyimiz dəyərləri bölüşəcəyik. İştirakçıların hamısını uğurlar. BIMC. I saw a lot of great things here. Fərqli ölkələrdən olan fərqli insanlarla tanış oldum. Bundan əlavə Azərbaycanda kilsə, məscid və sinaqoqlar gördüm. Bu məni heyran etdi, çünki onların hamısı burada sülh içində yaşayırlar. Mənim ölkəmdə Şinto dini əsas dindir. Başqa dinlər də var, amma bir çox Yaponun dini Buddizm və Şintodur. Bugün burada mən onu anlayıram ki, digərlərinin dinini öyrənmək çox vacibdir. Bu böyük bir fürsətdir ki, digər millətlərlə yaxından tanış ola bilirik. Gələcəkdə bu əlaqələr digər xalqlar, millətlərlə münasibətləri genişləndirməyə, sülh qurmağa kömək edəcək. My surrounding people to study other religions. Öz xalqını təqdim et adlı musiqili axşamlarda isə ABŞ, Braziliya, İspaniya, Almaniya, İsveç, Cənubi Koreya, Rumıniya, Yaponiya, Rusiya, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Tunis, Uganda, İndoneziya, Nigeriya, Efiopiya, İordaniya, Ekvador, Sudan, Liviya və digər ölkələrdən olan gənclər xalqlarının mədəniyyəti, mətbəxi, adət-ənənələri haqqında təqdimatlar etdilər. Bu günlərim ikinci beynəlxalq multikulturalizm gənclər forumunda iştirak etməyimizdə çox şadıq. Çünki burada 50-dən çox ölkədən və 70-dən çox tələbə ilə birlikdə bir-birimizin mədəniyyətini daha yaxından tanış olduq və bir-birimizin mədəniyyətlərinə xüsusən xas olan adət-ənənələri bir-birimizlə paylaşmağı bacardıq. Hansı ki, bizim gələcəkdə ölkələr arası sülhün nailiyyətinə atılmış bir addım olacaqdır. Və əsas olaraq burada gələcəkdəki sülh barədə əlaqələr qurduq və bu sülhün əldə edilməsi üçün hansı addımların atılması bizim üçün çox vacib olduğunu öyrəndik və sülhdən əlavə olaraq digər qlobal hadisələrlə də yaxından tanış olduq, hansı ki, sülh adı ilə bağlıdır. My name is Elitsa and I come from Bulgaria. Mənim adım Elitsadır, Bolqaristandanam. Mən Sofiya Universitetində təhsil almışam. Mən Azərbaycan dilini bura gəlməzdən əvvəl öyrənmişdim və Azərbaycan haqqında məlumatım da var idi. Amma bura gəldikdən sonra ölkənin tarixini və mədəniyyətini daha yaxından tanıdım. Mən düşünürəm ki, multikulturalizm forumu bizim üçün çox vacibdir. Çünki biz gənc nəslik. Biz bir-birimizi anlamaq və bir-birimizə tolerant yanaşmaq konsepsiyasını bilməliyik. Ona görə də məncə bu forumun əhəmiyyəti də böyükdür. It's important. Меня зовут Алихан, я приехал из Казахстана. Mənim adım Əlixandır. Qazaxıstandan gəlmişəm. Bu forumda çoxlu müxtəlif ölkələrin, Avropa, Asiya, Cənubi Amerika, Afrika ölkələrinin gəncləri birgə iştirak edirlər. Azərbaycan xalqı, mədəniyyəti, eləcə də Azərbaycanın multikulturalizm modeli ilə yaxından tanış oldular. Bu çox unikal bir təcrübədir. Biz işğaldan azad olmuş ərazilərdə də olduq. Məsələn, indi Şuşadayıq. Bunları görmək, tanımaq çox gözəldir. Çünki biz bu zaman həm də Azərbaycanın tarixini öyrənmiş oluruq. Bu forumun təşkili üçün Azərbaycana bir daha təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil olunur. Mən düşünürəm ki, multikulturalizm bizə öyrənməyə çox kömək edir. Təkcə Azərbaycanın mədəniyyətini yox, biz burada fərqli ölkələrin iştirakçıları vasitəsilə həm də onların mədəniyyətini öyrənmiş oluruq. Bu ünsiyyət, fərqli mühazirələr, müzakirələr və təqdimatlar çox faydalı, çox maraqlıdır. Burada hər şey çox gözəldir. Mövcud milli mədəni müxtəliflik və etnik dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfensiyalı diyar kimi dünya miqyasında mədəniyyətlər arası dialoqun bənzərsiz məkanına çevirib. Bu ənənələri davam etdirmək, onları beynəlxalq aləmdə təbliğ etmək və dünyaya nümunə göstərmək zəruridir.
Sülhün qorunması və çoxmədəniyyətli mühitin inkişafı yalnız dövlətlərin deyil, həm də hər birimizin vətəndaşlıq borcudur. Gənclərin fəal iştirakı ilə möhkəmlənən bu dəyərlər gələcək nəsillərə örnək kimi sülhün davamlılığını təmin edəcək.